Hacı Hacıyev, köhnə şagirdim Balarza hekayəm. Keçmiş şagirdlərimdən biri ilə bugünkü görüşüm 2 il əvvəlki bir hadisəni yadıma saldı. O vaxt həmin şagirdimə rast gəlmişdim. Nizami küçəsi ilə evə tərəf gedirdim. Hava xoş idi. Gərək ki, yaz yenicə girmişdi. Birdən qabağımda bir nəfər "Xoş gördük Tahir müəllim" deyə ucadan dilləndi. 35-40 yaşlarında gümrah kişiyə baxdım, tanıya bilmədim. Əyninə ətəkləri az qala çəkmələrinin üzünə dəyən hava rəngli qabardin palto geymişdi. Ətrafında da 4-5 nəfər özü kimi adam var idi. Hamı gözünü onun ağzına zilləmişdi. O gülümsəyir, onlar da irişirdilər. Məni səsləyən adam sağ əlini yuxarı qaldırdı. Mən də çarəsiz əlimi qabağa uzatdım. Əlini şappıltı ilə əlimə vurdu. "Vay səni Tahir müəllim, tanımadın?" Mən azca pərt oldum. "Xeyr," deyə soyuq cavab verdim. Qarşımda duran bu adamı xatırlamağa çalışdım. Hə, deyəsiniz yadıma düşür. Bəli, mənim şagirdlərimdən idi. Adı lap dilimin ucundaydı. Mən onun adını fikirləşənə kimi sağ əli ilə sol çiynimə bir dürtmə vurdu. "Vay səni, Tahir müəllim, tanımadın? Balarzayam da, neçə il mənə dərs vermisən, ay kişi." Qəzəbimi boğub güclə gülümsədim. "Hə, Balarza, xoş gördük," dedim. Qocalıq belədir də, yad, huş qalmır ki. Necəsiniz? Tanımaq olmur. Özünüz də böyümüsünüz." "Yaxşıyam Tahir müəllim, kefim köçdür. Siz necə, yenə də müəllimçilik ilə məşğulsunuz?" Elə bil başıma bir qazan qaynar su tökdülər. Müəllimçilik, doğrusu, neçə illər dərs desəm də bu sözə təsadüf etməmişdim. Qaldım, nə cavab verim? Köhnə şagirdimin ətrafındakı 4-5 nəfər də mənə baxıb yenə irişməkdə idilər. "Mənim müəllimçilikdən zəhləm gedir," deyə o sözünə davam etdi. "Ha, səndə də hövsələ varmış, ha. Bu qədər müəllimçilik eləmək olar, rəhmətliyin oğlu." Gördüm ki, ona bir söz demək nahaqdır. "Xudahafiz, salamat qalın," deyib ondan ayrıldım. Yanındakılar da bir-bir mənimlə əl tutub, hərbi salam vermişlər kimi cəld əllərini gicgahlarına apardılar. Mən dönüb onların necə uzaqlaşdıqlarına baxdım. Balarza düymələri açıq qabardin paltosunun ətəklərini yellədə və yaşına yaraşmayan iri qarnını qabağa verərək gedirdi. Ətrafındakı 4-5 nəfər isə bir-birini itələyərək onun yanınca addımlamağa çalışırdı. Bu ötəri görüş bir neçə gün yadımdan çıxmadı və mənə çox təsir elədi. Özümün öz əməyimə heyfim gəldi ki, bu cür lovğa adama dərs demişəm. Nəysə, bu gün yenə Balarzaya rast düşdüm. Ancaq bu Balarza 2 il bundan əvvəl gördüyüm Balarza deyildi. Yanındakı dişini ağardan o 4-5 nəfər də yox idi. Məni görən kimi tez yaxınlaşdı. "Salam Tahir müəllim, xoş gördük," deyərək az qala çiqat oldu. "Necəsiniz, səhhətiniz yaxşıdırmı? Sizi heç unuda bilmirəm. Sizin kimi müəllimləri unutmaq çətindir." Mən heyrətlə Balarzaya baxdım. O çox dəyişmişdi, irəli çıxan qarnı geri getmişdi, boynu biraz nazilmişdi, üzündəki o təkəbbür yox olmuşdu, gözləri də əvvəlki kimi alışıb yanmırdı. "Necəsiniz Balarza?" deyə soruşdum. "Şükür olsun Tahir müəllim, dolanırıq." Onun birdən-birə belə dəyişməsi məni çox maraqlandırdı. "İşiniz necədir?" "İşim?" deyərək o biraz duruxdu. Üzünün ifadəsi lap dəyişdi, yazıq bir görkəm aldı. Özünü bir təhər toplayıb, "Elə mən də müəllimlik etmək istəyirəm." Bu vaxt Balarzanın 2 il əvvəl dediyi müəllimçilik sözü yadıma düşdü. "Müəllimlik?" deyə təəccüblə soruşdum. "Məgər siz müəllimsiniz?" "Bəli, pedaqoji institutu qurtarmışdım." Amma o sözünə ara verdi. Dili dolaşdı. "Amma heç müəllimlik eləməmişəm. Elə həmişə başqa işlərdə olmuşam. Bu ildən öz sənətimə qayıtmaq istəyirəm." "Qayıtmaq istəmirsən, qayıtmaq məcburiyyətindəsən," deyə fikirləşdim. "Müəllimlikdən yaxşı iş yoxdur," deyə Balarza yenə dilləndi. "Çox şərəfli və nəcib işdir." "Bəli," dedim, "müəllim olmaq şərəfli işdir." Amma nədənsə Balarzanın yaxşı müəllim olacağına şübhə edirdim. Qorxurdum ki, Balarzanın 2 il əvvəl işlətdiyi müəllimçilik sözü indi onun özünə aid olsun.